Bu da ikinci çantamdır. Demək ki, eyni işte. Demək ki, Nisə bir çantadan 2 dənə vurmuşam. Demək. Çantamı lavaş turşu kimi bağlamasaydılar çox gözəl idi. Salam bacılar, qardaşlar, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda kargo açırıq, Temu kargosudur və bunun içərisində olan çantalar mənim universitetim üçün lazımlı olan çantalardır. Mən universitet bitəndə köhnə çantalarımı atdım, yararsız vəziyyətdə idilər. Ona görə də yeni çantalar sifariş etmək istədim. Əlavə olaraq bildirmək istəyirəm ki, Temunun bağlanması ilə bağlı bir sıra faktlar da var. Gəlin o faktlar haqqında da danışaq, görək yalandır ya doğrudur. Gəlin kargonu açaq. Mən burada Temuda olan görsəlini və aldığım qiymətdə bölüşəcəm. Çünki hal-hazırda kameranla çəkmirəm. Kamera üçün olan tripodum Bakıdadır. Öz tripodu da həcmi kiçik olduğuna görə dedim bugün də telefondan videolar çəkim. Həm də onun ayarlarını düzəltməliyəm. 2 gündür təxirə salıram. Düzəldə bilməmişəm. Amma ümid edirəm ki, səsim sizə yaxşı gəlir. Temunun sifariş qaydasını bilirsiniz. Temudan daha uyğun və Temudan daha sürətli gətirib çıxardan bir proqram bilirəm. Brendo proqramıdır. Sifariş qaydası eynidir, birə-bir eynidir. Fərqi odur ki, bunu niyə belə göndəriblər? İndi buna baxarıq. Baxın. Niyə belədir? Belə eləmirsiniz axı normalda. O matruşkalara oxşadı ya, açıram, təzdən açıram. İndi bunu da eləməzə yəqin, hər birində bir paket. Nə deyirdim sizə? Deməli, Temudan daha uyğun qiymətə sayt proqram var. Sifariş qaydası eynidir. Promokod da qoyacağım. Həmən promokod vasitəsilə cashback də qazanırsınız. Cashback ona yarayır ki, siz növbəti sifariş vuran zaman daha aşağı qiymətlə əldə edə bilərsiniz. Yəni, videonun axırında Brendo proqramı haqqında sizə məlumat verəcəm. Əgər maraqlı olsa, axırına qədər baxa bilərsiniz. Həm daha uyğun qiymətə almış olarsınız, həm də pulunuz cibinizdə qalacaq. Elə birinci bunu açaq. Bu ilk çantam. Bunlardan birisini anama hədiyyə eləyəcəm, böyük ehtimalla. Belə, görürsünüz, mini çantadır. Həcmi kiçikdir. Mən bunu asmaq üçün nəzərdə tutmuşam, asmalıq. Bu bunun kəməridir. Həcmini özüm uzunluqda ayarlaya biləcəm. Biraz bilirsiniz, ucuz göründü elə bil. Yəni şəkildə daha bahalı görünürdü. İndi şəkildəki versiyasını qoyacağam. Baxarsınız. Ya da içi boşdur deyə mi ucuz göründü gözümə. Nəsə biraz belə şey göründü. Amma qiymətini də qoyacağım burada. Rəngi falan, materialı amma qəşəngdir. İkinci məhsulumuza baxaq. Bu arada Temunun bağlanmasına bağlı yayılan məlumatlara mən inanmıram. Çünki Temu nə qədər uzun müddətdə artıq Azərbaycandadır. Elə bir şey olsaydı, əvvəldən olardı. Yəni, nə bilim, bağlamalarda problemlər yarana bilərdi. Mən zəncirləri çox sevirəm. Xüsusən də şalvarlarımın üzərindən geyinirəm. Bu cür göstərim sizə. Görürsünüz. Və bu rənglər qaralır. Amma qaralmaması üçün fikir verəcəyiniz nüans bu aşağı hissəsində probunun olmasıdır. Yəni, aşağı hissəsində bu varsa qaralmır. Mən əvvəl aldığım var idi, yox idi elə bir şey qaralmır. Baxın, belədir. Bu cür taxırsınız. Mən bugün eyni gündə 3 dənə video çəkirəm. Bir koftada 3 dənə videom olacaq, amma eybi yox olsun. Bu babetlərdir. İşte babet almaq istədim, ona görə aldım. Bunun içindən çıxardım. Burada da qiymətlərini qoyacağım sizin üçün. Keçid eləyib baxarsınız. Baxıram ki, razmer düz gəlibmi? Mən 36 geyinirəm və 36 razmerdə də gəlib. Razmer problemimiz yoxdur. Belə materialını göstərim qabaqdan. Yaxşıdır.
Yəni yaxşı görünür. Temudan aldığım ayaqqabılar yaxşıdır. Mənim Temu haqqında videolarım da var. Videonun aşağı hissəsində sizin üçün hamısını bir yerə yığmışam. Oradan keçirib rahat şəkildə baxa bilərsiniz. Bu da ikinci çantamdır. Demək ki, eyniyiksə, demək ki, Nisə bir çantadan 2 dənə vurmuşsan, demək. Amma eyni deyil də axı. Baxmaq istəmirəm. Bir çantadan 2 tane. Aldım bir tane, açtım 1000 tane. Yes, mən çox ağıllı insanam. Fərq bilirsiniz nədir? Qabağındakı. Bir də biraz ölçüsündə fərq var. Biri balacadır, görürsünüz. Biri böyükdür. Ay Allah. Yəni, nə gerek var? Niyə belə bir şey eləmişəm? Bunu anama verəcəm. Çünki mən ümumiyyətlə xırda çantaları çox sevmirəm. Bu da bilirsiniz, tam böyük çanta deyil. Yəni, böyük çanta deyilsən. Yəni, bunun içində maks nə yığışdırmaq var belə. Belə taxırsan. Belə qalır. Üz ifadəmdən başa düşdünüz də. Bunun rəngi biraz tündür həm də buna nisbətən. Baxaram, nə indi? Özüm seçməyəcəm. Anam alsın seçsə, o anamın da, o birisi mənimdir. İkisindən birini anama verəcəm. Demək ki, bu da eyni çantadır da. Əslində mən sifariş vuranda baxmışdım. Sonradan ki, səhvən eyni kişini vurmuşam. Amma ləğv eləmədim. Çünki karta gec oturur. Dedim daha işdən keçib. Olsun yurda gül. Bu arada kanalıma abunə olun. Mənə dəstək olun. Abunə sayımı artıraq zəhmət olmasa. Wow, bax bu gözəl. Yəni çantamı lavaşlı turşu kimi bağlamasaydılar çox gözəl idi. Amma mən böyük çantalar sevirəm. Həqiqi niyə onu belə kvadrat kimi bükmüşlər? Ona başa düşmədim. Bu böyük çantadır. Oh. Bunu beğendim. Bu çok güzel. Siz ne düşünürsünüz? Ben gittim. Ay bunu çok beğendim. Tezden göstereyim size hacmine bakın. Güzel. Materialı güzel ve koku da gelmiyor. Pis koku. İçi de genişti. İçinde bir tane böyle əlavə cibi var. Bunların içlerini göstermedim. Ben size bunu da koyuram buram. Ya da böyle arkada kalsın. Bunların işləri baxın. Eynidirlər. Nə ağından eynisini sifariş vermisən. İçində heç nə yoxdur. Yəni bir dənə cibi var və bu kadar. Annem hangisini beğenirse o. Ben bu xırda şeyi açaq. Bu ne? Sifarişim tez gelmişti. 10 gündən yox 10 günü. 10 gündən tez gəlmişdi. 9 günə gəlmişdi. Amma sifarişi gec götürdük. Ona görə mənə gec gəldi. Belə bir ayaq biləkli. Ayaq çarmı deyək, ayaq qolbağı deyək, belə bir şeydir. Görürsüz. Qəşəngdir, amma baxın indi buna probu yoxdur və bu qaralacaq. Bundan sonra taxan deyiləm. Yəni niyə almısan ki onu? Yəni sən dənizə gedirsən, sən dağdasan, sən nə edirsən ona? Yəni o mənə çatmadı. Şal almışam. Şalvarlarımın üzərindən bağlamağa və yaxud göstərəcəyim sizə nə üçün aldığımı. Belə bir şaldır. Qoxu gəlmiyor. Bu cür mənim şalvarım tutaq ki, belimi bağlayıram. Good. İndi açılır təbii ki. Materialını çox bəyəndim. Və yaxud da ikinci bir metod deyirəm sizə. İndi bağlamamışam, bağlayırsınız bunu. Biraz da salaş geyinirsiniz. Olursunuz başqa bir tərz, başqa bir vibe'ınız olur. Bunu bağlayın da. Kareye baxın, məhsulları var içərisində. Onun videosunu da buralardan bir yerdən qoyaram ya da bu videonu birinci paylaşaram. Onun növbəti videolarda paylaşacağım.
Növbəti məhsulumuz. Bunlar bir eləyirlər. Bir şey paketin içinə qoyurlar. Niyə hamısını qızılı rəngdə vurmursan, isə? Mənim gümüşü olanda var. O, məsələn, rəngi qaralmayıb. Bu da belədir. Amma bunun da probu var, baxın. Bunun da probu var. Bu da böyle. Mən hələ də bu iki dənə çantaya yanıram. Yəni, niyə görə eyni çantadan iki dənə vurasan, onu mənə çatmadı. Məncə, bilirsiniz nətər? Pulumu yaxşı xərcləməmişəm bu dəfə. O biri videolarıma baxarsınız, yaxşı xərcləmişəm. Yəni, palto almışam özümə, ayaqqabılar almışam. Yəni, bu dəfə pulumu yaxşı xərcləməmişəm, onu hiss edirəm. Amma ayaqqabı da vardı. İndi məsələn ayaq bağıdır. Nə gerək var? Yay qurtarır. Boşuna israf eləmişəm və kargo bitdi. Bununla da yekunlaşdı. Sizin Temudan alıb sınayıb bəyəndiyiniz məhsullar varsa bölüşərsiniz. Mən də alıb sınayıb videoları çəkməyi düşünürəm. Əlavə olaraq sizə videonun əvvəlində Brendo proqramı haqqında məlumat vermişdim və bu videonun sonuna Brendodan necə sifariş etmək olar və kampaniyalarını bölüşəcəm ekran kaydı şəklində. Əgər sizə maraqlıdırsa, videonu keçməyin, yəni videonun sonuna baxın. Həm Brendodan da sifariş qaydasını öyrənəcəksiniz, həm də Temudan daha uyğun proqramda tapmış olacaqsınız. Videonu izlədiyinizə görə təşəkkür edirəm. Növbəti videolarda görüşərik. Özünüzə yaxşı baxın, kanalıma abunə olub şərh yazın. Hələlik. Sizə dediyim proqram budur, Brendo proqramı. Proqrama daxil oluruq və girişdə bizi belə bir pəncərə qarşılayır. Zaten Temuya oxşuyur. Bəyan qaydasıdır, hər bir şey eynidir. Ekspargoya da ödənişsiz çatdırılma olur. Deməli, hər hansısa bir məhsulun üzərinə keçid etdikdə, hətta onun qiymətini aşağı salmaq belə olur. Eyni məhsulu Temudan götürüb şəklini tapırsınız və bu hissədə qiymət görünən şəkil seçerini yapışdırırsınız. Texniki dəstək xidməti 2 saat ərzində sizə geri dönüş edir, məhsulun qiymətini aşağı salıb sizə ən uyğun qiymətdə təklif edir. Və bu hissədə bildirişlər hissəsində hər bir şey görünür. Ən aşağıda sağ hissədə profil hissəsinə keçid edirik. Həmən profil hissədə yuxarıda gördüyünüz 4128 mənim öz ID kodumdur. Siz öz ID kodunuzla insanlar dəvət edib əlavə gəlir əldə edə biləcəksiniz. Mən bunu sizə səbətdə göstərirəm. Baxın, burada dostunun müştəri ID-sini yazırsınız. Yəni 4128-i. Bu zaman siz 10%, dostunuz isə 5% keşbek qazanacaq. Əgər Brendodan sifariş vermək istəsəniz, mənimlə bu cür eləyə bilərsiniz. İstəyənlər mənə yaza bilərlər. Əlavə olaraq burada kampaniyalar var. Müxtəlif kampaniyalar hər gündə yenilənir. Ən maraqlısı dost dəvət et və qazan kampaniyasıdır. Yəni link paylaşırsan, bu şəkildə sizin linkinizlə keçən insanlardan siz əlavə pul qazanırsınız. Brendodan çoxu xəbəri yoxdur. Ona görə də ətrafınızdakı insanlara linkinizi paylaşaraq proqramı yükləyib pul qazana biləcəksiniz. Yadınızdadırsa, Temu yeni açılanda da belə bir kampaniyalar var idi, sonra isə dayandı. Yəni proqram yenidir, çalışdığımız qədər istifadə edək. Daha sonra başqa kampaniyalar da var. Gəlin onları sizə göstərim. Səbətə girdikdə indirim kodunuz var hissəsinə Nisə 20 promo kodunu yazırsınız və alış-veriş zamanı 20% keşbek qazanacaqsınız. Bundan əlavə olaraq kampaniyalar hissəsinə daxil olduqda çarx fırlat kampaniyası var. Siz bu kampaniya vasitəsilə hər həftə bir hədiyyə qazanmış olacaqsınız. Və çarxı fırladırsınız, sizə xüsusi kod verilir. Həmən kodu səbətinizdə yerləşdirirsiniz. Ümid edirəm video sizin üçün faydalı oldu. Videonu dostlarınızla paylaşıb kanala abunə olub şərh yazmağı unutmayın. Hələlik.